Fikir vermisiniz, bazı adamlara sözün düzün deyən kimi sırazı əsəbləşir. Tez keçir özünü müdafiə eləməyə. Çünki içində bilir ki, günah ondadır. Faktı deyən kimi elə bir qulaq asmır. Söhbəti fırladır. Mövzunun özünə girmir, yapışır sənin səs tonundan. Niyə elə dedin, niyə belə dedin, ucadan dedin, sən o vaxtı belədin. Sözün mazmunun yox, necə deyildin hədəfə alır. Bu da söhbətdən qaçmağın ən asan yoludur. Sən başqa söz deyirsən, o başqa şeydən danışır. Gah oradan vurur, gah buradan vurur. Bir də baxsan ki, bunun dediklərinə cavab verə-verə sən özün də mövzudan çıxmısan. Bu keçib hücuma, sən özün müdafiə edirsən. Həqiqətdən qorxduqları üçün sözün düzün deyənə düşmən kimi baxırlar. Belə manipulyatorlardan gərək uzaq olasan. Onların taktikası ancaq adamı çaşdırmaqdır. Bataqlıqda tərpəndıqca batırsan, bunlarla da danışdıqca batırsan. Belə adamlar çox həyasız olurlar. Onları heç nə sübut eləyə bilmirsən, heç nə də boyunlarına qoya bilmərsən. Bunlara ən yaxşı cavab susmaq və məsafə saxlamaqdır.